Biz gələrik, biz gələcəyik. Aydındır Leyla xanım, amma istənilən halda burada bir saxtakarlıq var. İndiyə kimi ölkədə nə qədər insan çıxarışı olmayan evlə bağlı məhkəməyə müraciət edib, imtina vermirlər qardaş. Deyirəm ki, iddiaların 99,9% rədd olunur. İndi bəlkə mən hardasa var bilmirəm, eşitməmişəm, görməmişəm. Amma yəni indi bunu gördüm, şok yaşadım. Özdə ondan əvvəl axı sənin iddian rədd olunub. Nətər bir işə iki dəfə baxa bilər bu hakim? Necə aldatmışsınız hakimi və yaxud da ki, o necə sizlə razılaşıb? Nə iddiası da aldatmışam mən? Başım çıxdı. Siz ölkədə, ümumiyyətlə belə qərarlar ölkədə olan məhkəmə sisteminə etibardan salır. Yəni, cəmaat artıq fikirləşir. Ay xanım, 2024-də sən, 2024-də çıxarılma ilə bağlı müraciət eləmişsən də rədd edib də hakim. O xanım var, Şəbnur xanım. Rədd edib də sənin iddiavı. Mənim iddiamı rədd eləmiydi. Hər şeydən başa. Ay xanım, deyir ki, biri rədd edib, biri qəbul edib. baxın, yazılıb ki, çıxarılma tələbinə dair iddiası rədd edilsin. Sonra o hesab iddiasıdır. Hasan görmüşdü ki... Ha, sənin iddiası da öyle, iddiası Məmmədova Leyli. Bax, qardaş, baba oxuyun burada. Burada sən başa düşmədin, kimi anlatmaq istəyirsin? Mən ona iddia verməmişəm. İddia verməmişəm. Sənin ruhun kölgən verib, nə bilim İndi bir dəqiqə dayanın, bir dəqiqə. Leyla xanım. Şəbnur xanım onu tanıtdı ora. Biz də apelasiya məhkəməsinə verdik. Leyla xanım deyir ki, Leyla xanım bir dəqiqə. Leyla xanım deyir ki, mən heç onları belə başa düşdüm ki, deyil, mən bunları məhkəməyə vermirdim. Həsən gəldi məni məhkəməyə verdim, mən də deyir onlara cavab olaraq. Mən sizə deyim də, tam yalan danışır. Bu Leyli xanım 2 dəfə məhkəməyə müraciət, daha doğrusu 3 dəfə. Birincidə orada istifadə hüququ istəyib, rədd olunub iddiası. İkincidə qızı çıxartmaq istəyib, yenə rədd olunub iddiası. Üçüncüdə hakimlə necə razılaşırsa, qızı çıxardıb. Belə şey olar. Doğrudan da Sən ona istifadə edir. O hakim də işdən çıxarılır. Xanım ya, sən kimsən ki orada cəmaat evdən çıxardır? Onlar iddia verir, məni çıxartmaq. Bir dəqiqə, alın xəttdən, alın Leyla xanımı xəttdən, amma istənilən halda bu məsələyə çəkilişə getməlidir. Mən məsləhət görədim, Tağı müəllim bu işlərdə peşəkardır və Tağı müəllimin çox belə ev məsələlərdə və iddialı məsələlərdə qalib olduğunu. Təbii ki, Amil müəllim, bizim nə qədər müraciət edirlər bundan bağlı. Yəni, bu kimi anlatmaq istəyir? Mən bir dəqiqə, ümumiyyətlə, yenə də deyirəm, ən böyük rəzalət, ən böyük. Ağstafadan hansı kəndindən idi dedik? Ağstafa rayon Aşağı Kəsəmən kəndindənik biz. Bəs olar? Kim? Bərdə. Beyləqan rayon Lovat kənd. Beyləqan, özü Beyləqan kimi bir yerdə deyir ki, hələ bir çıxıb efirə. İndi neçə yaşı var onun? 1960-cı ildə 66 edir məncə. 66 yaşı var və çıxır deyir ki, bizim olsa gizli münasibət belə çıxır da. Yəni, rəsmi nikahda olan adamla, bu qanun belə deyir də, münasibətdə olmaq bir xanımın. Bu kişinin xəyanətidir. Üstə gəl, bu elə bir növ gəlib, yeri gəlsə, xırdalayanda əxlaqsızlığa kimi çıxa bilər. Və belə başa düşdüm ki, təbii ki, Allah rəhmət eləsin, sənin atanda da böyük problemlər olub. Sənin atan elə başdan ayağa bu problemi yaradıb. Və görün ki, ona görə bu gün yatıb sabah ayılmamaq prinsipini çox adam düşünmür. Ən azından atasının günahı ondadır ki, 40-ı çıxmamış, sən bu qədər ölüyə hörmət eləmədən nə münasibəti olub da, bəlkə də o xəstə xanım sabah... münasibətdə olsa belə, bu öz ölüsünə hörmətsizlikdir ən azından. Amma və xahiş onun edirəm, əqrəbasına olan hörmətsizlik. xahiş edirəm. Tağı müəllim, xahiş edirəm, bir dənə diqqətlə dinləyəsin məni. Orada 12 mayda müraciət edib Samsun məhkəməsi, 19 mayda qərar qəbul edib. 5 iş günündə qərar götürüb. Həmin sədri də Samsun məhkəməsi sədri olubdur. Arzu Əfəsanov. Həmin 2025-də olan? Yox, gələndə gizlin edib saxta sənət eləsin. Həmin adamı da məhkəmə şurası tərəfindən Cavid Hüseynov, cənab prezidentin fərmanına əsasən işindən azad edib. Deyələr. İndi gələcəm bu söhbətə və Raftiyər əməkdaşlarımıza arzumana bir çəkiliş heyəti hazırlasın. Görür imkan varsa elə bu gün. 5 günə məhkəmə qərar çıxarılıb. Çünki burada çox mühüm məsələ var. Sabirabaddan Əli gəlib.